Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində İraq Şam İslam Dövləti terrorçu təşkilatının fəaliyyətində iştirak edən 5 nəfərdən ibarət qrup zərərsizləşdirilib. Qrup üzvləri Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi antiterror əməliyyatları zamanı 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Onlar silahlı birləşmə yaratma, silah-sursat, partlayıcı maddələr, əskəri qüvvə ilə təmin etmə, eləcə də terrorçuluq, hakimiyyət orqanları və beynəlxalq təşkilatlara təsir etmə ilə insanların həlak olması, dini məzhəbləri yaymaqla silahlı münaqişələr yaratmaq və digər qanuna zid əməllər törətməkdə şübhəli bilinir. Saxlanılan şəxslər Şirvan Xasaylı, Rövşən Mikailov, Eyşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubovdur. Məlum olub ki, ad çəkilən şəxslər 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan qanunvericiliyi nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən IŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər. Buraya getməyim 2013-cü il 7 dekabrda Bakıdan çıxmışam. Bakıdan samolyotla İstanbula, Atatürk Hava Limanı. Oradan da avtobusla Suriyanın sərhədinə, oradan da qaçaqçı ilə Suriyaya keçmiş. Orada da Azər cəmaatına, Müsabın cəmaatına. O cəmaat hansı qrup başına tabi edilir? İşin özünə tabi edilir, Azərbaycan cəmaatı. Apardılar təlimə. Bir həftə hadisə qaldım orada. Oran samolyot gəlib gedirdi. Samolyot gəldi, vurdu oranı. Yaralandım orada, özümdən bir. Qarşılanı Türkiyədə qarşıladılar. Ömər Əddi, Türk vətəndaşı. Xalid Əddi də o tərəfdən yola saldı, keçiddən. Ondan sonra bir 15 gün qaldım orada. Meyyədində. Meyyədindən sonra Əlqam şəhərinə getdim. Əlqam şəhərində də indi yaralandım. Hansı cəmaatın tərkibində? Tabıq cəmaatının tərkibindeydim. Əskərdən tez gəlmişdim, 21 yaşım var. Heç nə, onların sözünə inandım. Onlara qoşuldum, getdim. Getdim Suriyaya, Türkiyədən. Türkiyə getdim, Türkiyədən Suriya. Heç nə, Suriyadan keçdim. Getdim, Muaskarda oldum. Muaskarda olduğum dönəmdə gördüm, orada haqsızlıq eləyirlər. Yalan danışırlar, bizi aldadılar, bizdən istifadə eləyirlər. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayətçi başlanılıb. Onlardan Mikailov Rövşən Babaoğlu barəsində istintaq tamamlanıb və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 13 il azadlıqdan məhrum edilib. Elvin Dəmirli, ATV.